Bugünkü programımızda biz size erkek iguanaların dişi iguanaları cəlb etmək üçün etdiyi rəqsi göstərəcəyik. Yaman diqqətlə baxırsan. Elə bir kursuna gedəsən. Neyniyim bəs? Baxma da bu heyvanlar aləmi. Baxmıram. Gözünü niyə yumursan ay Rəhim? Televizoru söndürə bilərsən də, ağıllı variant var. Əzizim düz qeyd elədin, ona görə də mən televizoru söndürürəm. Əzizim bir söz deyim sənə. Hə, de. Bir dənə sən can, bax gör mən acımamışam. Pusa. Mən hardan bilim, mədənəm mən sənin. Neyniyim əzizim? Mədən döyləmsə nəyinəm sənin? Sən mənim ürəyimsən. Nətər ətimi tökdün ey. Doğrudan. Hə, təmiz, limə-limə oldun belə, dönər kimi. Mən baxı, sən niyə evdə qaxılıb oturmuşsan? İguanla rəqsi nədir? Dur get, kişi kimi dominoza da oyna da kafedə. Yox. Mən çayxanaya gedib girə bilmirəm. Çayxanaya girən kimi görürəm orada fıs-fıs siqaret çəkirlər, sonra üstümdən külqabı gəlir. Əzizim, sənin də siqaret iyindən zəhlən gedir. Ona görə də mən səni narahat edə bilmərəm. Yox. Sağ ol. Məni ki belə başa düşürsən, məni belə fikirləşirsən, amma açığı hal-hazırdakı vəziyyət məni çox narahat eləyir. Niyə? Bəs neyniyim onda? Mən bilmirəm, nəsə çox narahatam. Mənə elə gəlir ki, sən futbol azada da baxmırsan, Rəfiq, nətər olur? Futbol nədir? O 11-dən kişi bir topun danca qaçırlar, onu deyirsən? 11-dən. Hə. Sən bu aşkı ilə oradakı 22 kişinin nətər 11 kişi görə bilərsən? 22 olur ki. Belə şey yox deyə mən ərimin ya bir kişi ilə dalaşan yerdə görməmişəm. Niyə ki? Elə deyirsən ki, mən məktəb vaxtı elə qırğın davada olmuşam ki, sən onu bilmirsən. Nə danışsan, nə davası olub? Pərvinlə dalaşmışdım. Pərvinlə? Yəqin sinifin şeyi olar, şefi olar. Yox, Pərvin bizim o müəlliməmizin qızı idi da, ona görə oynamalı. Qızı.